Normalda insan bir ya iki dəfə yeməlidir. 3 dəfə yeyən insan normal yemək yemir. Maksimum 2 dəfədir. Maksimum 2 dəfə. Səhər günorta. Səhər axşam. Səhər axşam. Səhər axşam. Biz hər zaman deyirik ki, iki yeməyin arasında vaxt 10 saatı keçəndə orqanizm öz daxilində olan xərçəng hüceyrələrini təmizləyir. Orqanizm özü təmizləyir. Necə? Deməli, 10 saat fərq olanda bir yeməklə səhər yeməyi yedik, axşama qədər o müddət 10 saatı keçirsə, orqanizm öz daxilindəki xərçəng hüceyrələrini təmizləyir. 7-yə düşür də yeməyimiz. Ən gec yesən, səhər 9-da yersən, axşamda 7-də. Bu bir. İkinci də, insan nə qədər az qalırsa, ümumiyyətlə orqanizm təzələnir, təmizlənir və istirahət edir müəyyən qədər. Bundan başqa da biz bilirik ki, şəkər xəstəlikləri üçün qabaqlar deyirlər ki, gündə 5, 6, 7 dəfə yeməlidir, Sovet dövründə tez-tez yeməlidir. İndi isə əksinə ölkələr var ki, orada 40 gün aclıqla müalicə edirlər şəkər xəstəliyini. Biz bilirik ki, adam səhər tezdən nə vaxt ac qarnına yoxlursan da şəkəri. Yoxlursan ki, 110 normal. Bir tikə yemək yeyir. Yaxşı da çox gəlmir. Bir tikə yemək yeyir və o yemək yeyən kimi görürsən qalxdı 250-yə. Demək, mədalıtı vəzdə problem var. Ona görə də bizdə də yalnız savadlı və ağıllı həkimlər bir ac qarnına yoxladır. Bir də yemək yedizdirir yoxladır. Xaricdə bizdə əksəriyyəti deyir, bir dənə səhər. Bir dənə səhər yoxlandı, ac qarnına. Ancaq xarici ölkələrdə mütləq mənada yük verib, tok qarnında yoxlayırlar ki, mədalıtı vəzdəki o problem üzə düşsün. Ona görə də yəni çox düzgün eləyir. Fərhad Tufan qardaşımız, sənətkarımız düz eləyir və sağ olun. Elə ikimiz də rastlaşmırıq xeyli vaxtı, məndə də eyni qaydadır. Tası, sən son vaxtlar heç seçənmirsən. Nəyi? Adamları? Çəkimi, mənim çəkimi. Elə bilim, yaxşını pisdən deyirsən. Deyəcək düz deyirsən.